Pərvanə müəllimə, Bəli, üzr istəyirəm. Mən uşaqlardan, bu qrupdan çox geridəyəm. Bunu necə bərpa eləyərəm? narahat olmayın, təkrara qalacam. Təkrara qalanda Word-la Excel-i keçmişəm bir dənə onlara. Hı Onun -hı. təkrarına qalanda yenidən izah verəcəm. Yəni arxayın olun. Aha, yaxşı. Diqqətiniz burada olsun. Bu gün PowerPoint keçəcək. Necə ki, Word nə üçün nəzərdə tutulmuş proqram idi? Demişdik ki, mətn prosessorudur. Yəni, sadə və mürəkkəb mətnlərin hazırlanması üçün nəzərdə tutulan proqram desə Word idi. Excel nə üçün nəzərdə tutulmuşdu? Elektron cədvəllərin, hesabatların hazırlanması üçün nəzərdə tutulan proqram Excel idi. Bugün keçirik PowerPoint-i. PowerPoint-də slaydların, təqdimatların hazırlanması üçün nəzərdə tutulan proqramdır. Yenə təkrar, Word-də susmaya görə olan faylın adı nə idi? Dokument 1. Excel-də susmaya görə olan faylın adı nə idi? Book 1. PowerPoint-də də susmaya görə olan faylın adı Presentation 1-dir. Həmişə sizə deyirəm ki, susmaya görə deyəndə, yəni sizdə qarışıqlıq yaratmasın. Proqramı ilkin açdığın zaman yuxarıda sənə hansı fayl görsənir? Presentation. Bunu susmaya görə adlandırırlar. Yəni, proqramı ilkin açdığın zaman sənə görülən fayl Presentation 1-dir. Yəni, susmaya görə olan faylın adıdır. Həmin bu Presentation 1, bu hissə demişdik ki, başlıq sətridir. Başlıq sətrinin mərkəz hissəsində yerləşir. Mərkəz hissəsində. Başlıq sətrinin sağ küncündə, eynən Word-da, Excel-də olduğu kimi, pəncərəni idarə edən düymələrdir. Başlıq sətrinin harasında yerləşdi? Yuxarı sağ küncündə. Üçünü birlikdə, həmişə deyirəm, tək-tək yox. Bu düymələrin üçünü birlikdə verir. Deyir, nə üçün istifadə olunan düymələrdir? Nə deyirdik? Pəncərəni idarə edən düymələrdir. X nə üçün nəzərdə tutulmuşdu? Cari sənədimi, yəni cari pəncərəmi bağlamaq üçün nəzərdə tutulan düymədir. Close-dur. Close-un klaviatura qarşılığı Ctrl F4 düyməsidir. Klaviatura düymələrindən düşür. Deyir ki, Close-un klaviatura qarşılığı nədir? Deyəcək ki, Ctrl F4 düyməsidir. Yadınızda qalsın. Daha sonra Restore Maximize. Əvvəlki pəncərə ilə bərpa edir, yəni ki, böyüdür. Daha sonra bu çıxaq olan, bu da ki, Minimize-dir. Minimize nə iş görürdü? Pəncərəni tapşırıqlar panelinə, yəni bu aşağı hissəyə bükmək üçün nəzərdə tutulmuşdu. Pəncərəni tapşırıqlar panelinə bağlamır. Baxın, cavab variantında bağlamaq da olur, amma bağlamır. Pəncərəni tapşırıqlar panelinə bükür. Daha sonra başlıq sətrinin yuxarı sol küncündə, yəni bu hissədə cəld müraciət paneli yerləşir. Yəni Quick Access Toolbar. Cəld müraciət paneli deməkdir. Yenə, bu nə üçün nəzərdə tutulmuşdu? Tez-tez istifadə etdiyim əmrləri bura bərkidirəm ki, əlimin altında əlçatan olsun. Eynən bu formada şəkillə verdiyi olubdu imtahanda. Deyir ki, yoldaşlar səsi bağlayaq. Eynən bu formada şəkil veribdi. Deyir ki, yeni bir əmr əlavə etmək istəyirəm. Burada hansı əmrdən istifadə etməklə gətirib bura yeni bir əmr bərkidə bilərəm. Burada var more commands, yəni çoxlu komandalar. Buradan istədiyin hər hansı bir əmri seçirsən, ədi vurursan, daha sonra da OK. Həmin əmr gəlib bura bərkinir, yəni Quick Access Toolbara. Bir də sizə deyirdim ki, şəkli bu formada veribdi. Deyir ki, cəld müraciət paneli yerləşdi harda? Başlıq sətrinin
yuxarı sol küncündə, yəni burada. Sual veribdi ki, bəs menyu zolağından aşağıda da yerləşə bilərmi? Deyəcəksiniz ki, bəli, yerləşə bilər. Nəyə görə? Burada var show below the ribbon. Show below the ribbon nə deməkdir? Yəni, lentdən aşağıda göstərilsin. Bunu vurduğun zaman menyu zolağından aşağıya düşür. Yenidən burada above var. Above da yuxarıda göstərilməkdir. Show above the ribbonu da vurduğun zaman yenidən qayıdır Quick Access Toolbar öz yerinə. Bir sözlə sual versə ki, cəld müraciət paneli menyu zolağından aşağıda da yerləşə bilərmi? Yerləşdi. Hansı düymə ilə? Belonu vuranda aşağı düşür, above-u da vuranda yuxarı qalxır. Daha sonra gəlirik PowerPoint-də vəziyyət sətrinə. Bu aşağı hissə vəziyyət sətri adlanır. Vəziyyət sətrində PowerPoint-in bir görünüş rejimləri var. Bir də ki, miqyası var. Word-ün zoomu nə qədər idi, yoldaşlar? 500, 10-500. Excel-də 400, 1400. aha. PowerPoint-in də miqyası 10-400 aralığında yerləşir. Yəni minimum 10-dur, maksimumdakı 400-dür. Susmaya görə deyəndə hər birində 100-dür. İstər Word-də, istər Excel-də, istərsə də PowerPoint-də. Susmaya görə miqyas desək 100-dür. Daha sonra görünüş rejimləri var. PowerPoint-in 4 dənə görünüş rejimi var. Birincisi normal görünüşdür. Yəni hazırki görünüş normal görünüşdədir. Sizə belə bir şəkil veribdi, baza sualıdır. Eynən bu formada. Deyibdi ki, bu slayd hansı görünüş rejimindədir? Baxın, bir dənə belə açıq slayd versə, kənarda da belə slaydlar bu formada. Deyərsiniz ki, bu normal görünüş rejimindədir. Baxın, testlərdə də var. Belə slayd verdi, kənarda da belə formada. Tək-tək slaydlar versə, normal görünüş rejimindədir. Daha sonra var slide sorter. Sort nə deməkdir? Çeşid demək. Bu slide sorter görünüş rejimindədir. Bir də bu şəkli verir. Tək-tək belə slaydlar verilsə, baxın bu formada ha, tək-təki gedib bu forma götürməyin. Bu normal oldu. Amma bu formada versə, götürəsiniz ki, slide sorter görünüş rejimindədir. Yəni, burada 53 dənə slaydım var. Hər biri çeşid halındadır. Yəni ki, tək-tək formalardadır. Bir də slide sorter görünüş rejimində bir şey yadınızda qalsın. Ümumilikdə və yaxud da ki, normalda PowerPoint-in miqyası oldu 10-400 aralığı. Amma slide sorterdə miqyas fərqlidir və tez istifadə edir. Slide sorterin miqyası 20-200 aralığında yerləşir. Deməli, PowerPoint-in ümumi miqyası zoomu oldu 10-400. Və yaxud da ki, zoomu soruşmur. Deyir ki, normal görünüş rejimində miqyas nə qədərdir? Normal görünüşdə desə 10-400-dür. Amma sualın qoyuluş formasına fikir verin. Desək ki, hansı görünüş rejimində miqyas fərqlidir? Deyərsiniz ki, slide sorterdə. Və yaxud da sual veribdi. Deyir ki, 20-200 aralığında olan görünüş rejimi hansıdır? Yenə də slide sorterdir. Yəni minimum 20-dir, maksimum da 200-dür. Yadda qalsın. Daha sonra var idi nə? Reading view. Reading view oxuma rejimidir. Daha sonra da var slide show rejimi. Slide show rejimi deyəndə slaydın nümayiş rejimi nəzərdə tutulur. Slaydın nümayiş rejimi. İndi fikrimizi cəmləşdirək. PowerPoint-in neçə görünüş rejimi oldu? 4 dənə.
normal, slide sorter, slide show, bir də ki reading view. Hansı görünüş rejimində miqyas 20-200 aralığında yerləşdi? Slide sorterdə. İndi slide show rejimində də bir məqam var. Yəni nümayiş rejimində. Sual verir ki, hansı görünüş rejimidir ki, çap etmək olmaz? Yadda qalsın ki, slide show rejimində, yəni nümayiş rejimində çap etmək olmur. Və yaxud da belə bir tipdə sual qoyubdur ki, Ctrl P-ni vurduğun zaman slide show-da nə baş verir? Ctrl P-ni vurduğum zaman qələm aktive olur slide show-da. Qələm. Baxın, sualın qoyuluş formasına fikir veririk. Desək ki, hansı görünüş rejimidir ki, çap etmək olmaz? Deyəcək ki, slide show. Və yaxud da Ctrl P-ni vurduğun zaman qələm aktiv olur. Hansı görünüş rejimidir? Yenə də slide show görünüş rejimidir. Əməliyyatdan və yaxud da nümayişdən imtina düyməsi hansı idi? Escape düyməsi. Sual verir, əməliyyatdan və yaxud da ki, nümayişdən, eyni mənadır. Əməliyyatdan və yaxud da ki, nümayişdən imtina düyməsi desə, escape düyməsidir. Və yaxud da ki, görünüş rejimini sonlandırmaq deyir. Slide show-da, daha doğrusu nümayişi sonlandırmaq. Context menyuda end show var. End show düyməsini vurduğum zaman nümayiş sonlandırılır. Daha sonra demişdik ki, istər Word-də, istər Excel-də, istərsə də PowerPoint-də genişlənmələr var. Yəni ki, hər bir faylın öz genişlənməsi var. Word-də dokument 1-in genişlənməsi nə idi? Docx deməlim. Şablonu nə idi? Docx idi. Word-də dokument 1-in genişlənməsi docx idi. Amma şablonu soruşsa docx idi. Bəs Excel-də book 1-in genişlənməsi nə idi? XL, XS idi deməli. XLSX. Ay, sağ. Bəs şablonu? XL, TX. Doğrudur. Excel-də book 1-in genişlənməsi XL-SX, şablonu XL-TX. İndi gəldik PowerPoint-də. PowerPoint-də Presentation 1-in genişlənməsi var. Və soruşur ki, Presentation faylının və yaxud da ki, təqdimatın genişlənməsi nədir? PPTX. Presentation 1-in genişlənməsidir. Yəni, təqdimat faylının genişlənməsi desə, PPTX. Və yaxud da ki, nümayiş rejimi desə, nümayiş rejimi hansı rejimidir? Slide show. Yəni, PPSX. Əgər görünüş rejimi, yəni PPSX yadda qalmasa, buradan S ilə da tuta bilərsiniz, S hərfindən. Show göstərməkdir, nümayiş elətdirməkdir. Necə yazılır? S ilə yazılır da, show. Burada da tuta bilərsiniz ki, nümayiş rejimi PPSX. Biri də var, şablon. PowerPoint-də təqdimatın şablonu nədir desə, POTX. Bir də nəzərdən keçirək. Presentation 1-in genişlənməsi, yəni təqdimat faylının genişlənməsi nə oldu? PPTX. Nümayiş rejimində necə oldu? PPSX. Bəs şablon? Şablon da desə, POTX. Yadda qalsın. Daha sonra var idi nə? Neçə vərəq çap etmək olar? Word-də maksimum neçə vərəq çap etmək olurdu?
16 mı? 16. 16. Bəs Excel-də, 1. 1. bəs PowerPoint-də yadda qalıbsa 9. 9 idi müəllimə. 9. Deməli, Word-də maksimum 16 vərəq çap olunur. Excel-də 1 vərəqdir. PowerPoint-də də ki 9 vərəq printində çap oluna bilər. Fayl menyusu eynən Word-də, Excel-də olduğu kimidir. Bizə dənə printində fərqlilik var idi. Bir də sizə buradan nə edeyim nəzəriyyədən. Word-də əsas struktur element nə sayılırdı? Simvol. Excel-də nə idi? Xana. Xana. PowerPoint-də nədir? Presentation. Prezentasiya. Yəni slide. Hə. Deməli, Word-də əsas struktur elementi soruşanda simvoldur. Excel-in əsas struktur elementi deyəndə xanadır. PowerPoint-in əsas struktur elementi desə, o da oldu nə? Slide. Belə bir sual veribdi, situasiya kimi. Yəni bilirsiniz ki, informatikadan da situasiya tipli asan suallar salırlar. Deyir ki, təqdimat slaydlardan hazırlanır, yoxsa slayd təqdimatlardan təşkil olunur? Slide təqdimatdan ibarətdir. Slayd təqdimat. təqdimat Kimdir onu? Təqdimat slaytdan ibarətdir. Səhv dedim. Ay, sağ ol Səidə. Təqdimat slaydlardan təşkil olunur. Sən slaydları toplayırsan, təqdimat halında nümayiş elətdirirsən. Deməli, bu tipdə sual düşsə ki, təqdimat slaydlardan təşkil olunur, yoxsa slayd təqdimatdan təşkil olunur, düşübdür daha doğrusu. Deyərsiniz ki, təqdimat slaydlardan təşkil olunur. Həmişə deyirəm ki, necə yadında saxlayın tələbələrə. Elə fikirləşin ki, təqdimat bir kitabdır, slaydlar da içindəki vərəqdir. Vərəqlər ümumilikdə vərəqlərdən kitab təşkil olunur. Deməli, slaydlardan da təqdimat təşkil olunur. Daha sonra keçirik tablarını. Tez-tez imtahana düşür. Deyir ki, Word-ün əsas tabları hansılardır? Excel-in tabı hansıdır? Həmişə deyirəm ki, Excel-in tablarından sizə sual gəlmir. Sadəcə fərqli tabların adını yadda saxlamaq lazımdır. Və bu gün PowerPoint-i izah edəndən sonra Excel-də hansı nəzəriyyə hissələrindən suallar gəlirsə də onların izahını verəcəm. PowerPoint-də də əsas tablar soruşanda əsas yadınızda qalsın ki, transition, bir də animation, LED tabları bircə dənə PowerPoint-dədir. Çünki tez-tez sual veribdi. Deyir ki, bu tablardan hansılar ancaq PowerPoint-də yerləşir. Burada ikicə dənə LED tabıdır ki, nə Word-də yoxdur, nə Excel-də yoxdur. Transition-dan animation LED tabları. Bircə dənə yerləşdi. Harda? PowerPoint proqramında. İndi nədə diqqətli olasınız? Rekordu da götürürük, yoxsa? Bəli. Qoşmuşam rekordu, narahat olmayın. Yox, rekord lent tabını da cavab olaraq götürməliyik. Xeyr, Tuncay, onu götürmürük. LED tabı deyil. Yox. Sual verir, deyir ki, yeni slayd əlavə etmənin yolları hansılardır? Yadda qalsın ki, yeni slaydı bir əlavə edirəm. Home LED tabının içərisində Slides lent qrupu var. Home LED tabında Slides lent qrupu var. Burada New Slide var. New Slide. New Slide'ı vurduğum zaman yeni slide əlavə olunmuş olur. Yəni ki, yeni slide yaratmaq deməkdir. Və yaxud da Ctrl M düyməsindən yeni slide əlavə edirəm. Ctrl M. Və yaxud da slaydın üzərində Enter düyməsini vururam. Tez-tez imtahana düşür. Yeni slayd
əlavə etmənin yolları. Deyəcək ki, Home link tabında New Slide, New Slide əmrindən istifadə edirəm. Yeni slayd əlavə olunur. Klaviatura qarşılığından əlavə etməklə olur, yəni Ctrl+M düyməsindən və slaydın üzərində Enter düyməsini vuranda yeni slayd əlavə olunur. Sual verir ki, yeni slayd cari slayddan sonraya əlavə olunur, yoxsa əvvələ? Cari slayddan sonraya əlavə olunur. Cari slaydım, baxın bu slayd. Hazırda üstündə dayandığım slayd cari slayd. Mən buradan Enter düyməsini vuranda cari slayddan sonraya yeni slayd əlavə olunur. Yəni o da imtahan sualı olubdur. Deyir, yeni slayd əlavə eləyəndə cari slayddan sonraya əlavə olunur, yoxsa əvvələ? Deyərsiniz ki, cari slayddan sonraya yeni slayd əlavə olunur. Və yadınızda qalsın ki, həmən bu New Slide əmri bir Home link tabında yerləşir. Bir də Insert link tabında yerləşir. Sual verib, deyibdir ki, New Slide əmri hansı iki link tabında yerləşir? Deyərsiniz ki, bir Home link tabında, bir də Insert link tabında yerləşir. New Slide əmri. Amma bir şeydə diqqətli olacaq. Əgər şəkli bu tipdə versə, belə tək halında, desək ki, hansı link tabına aiddir? Götürəsiniz ki, Insert link tabına aiddir. Baxın, belə tək formada versə, New Slide. Hansı link tabına aiddir desə, Insert link tabıdır. Amma əgər bu tipdə New Slide-in yanında digər əmrlərdə versə, belə çoxlu şəklində, o zaman deyərsiniz ki, Home link tabıdır. Şəkildən tez-tez istifadə eləyir. Yəni, bu formada çoxlu əmrlər oldusa, Home link tabıdır. Amma tək şəkildə New Slide əmrini versə, Insert link tabında yerləşir. Biri var yeni slayd yaratmaq, biri də var yeni təqdimat. Yeni təqdimat deyəndə presentation'ı nəzərdə tutur. Yəni new. New'nun özü yeni təqdimat yaratmaqdır. Yeni təqdimat yaratmaq Ctrl+N düyməsidir. N ilə. Amma yeni slayd yaratmaq Ctrl+M düyməsidir. Sual versə, desək ki, yeni təqdimat yaratmaq üçün hansı klaviatura qarşılığından istifadə edirəm? Deyərsiniz ki, Ctrl+N düyməsindən. Bəs yeni slayd yaratmaq üçün hansı düymədən istifadə edirəm? O zaman deyəcək ki, Ctrl+M düyməsindən istifadə edirik. Hər iki əmr, yəni New Slide əmrləri yerləşir Slides lent qrupunda. Hər ikisində Slides lent qrupundadır. Burada Clipboard lent qrupunu bilirik. Clipboard nə üçün nəzərdə tutulmuşdur? Bir növ mübadilə buferidir. Mübadilə buferində maksimum neçə element yerləşdirmək olardı? 24 idi müəllimə. 24 element yerləşdirmək olar mübadilə buferində. Kopyaladığım, kəsdiyim elementlər yapışdırılır hara? Mübadilə buferinə. Bu lent qrupunun şəklindən tez-tez istifadə edir. Lent tabını soruşur və yaxud da ki, lent qrupunu soruşur. Mübadilə buferi gördünüzsə də Clipboard lent qrupudur. Paste'in klaviatura qarşılığı Ctrl+V-dir, yəni yapışdırmaq. Kəsməyin klaviatura qarşılığı Ctrl+X-dir. Həmişə deyirəm ki, qarıxmayın. Burada qayçı işarəsi zaten X formasındadır. Klaviatura qarşılığını soruşanda Ctrl+X-dir. Bu da copy'dir.
Copy'nin də klaviatura qarşılığı Ctrl+C düyməsidir. Klaviatura düymələrini mən tez-tez soracağam. Sizə də təkrar olsun, yadınızda qalsın. New slide əmrindən bir məqamda deyim sizə. Sual verir. Deyir ki, slaydın duplikatını yaratmaq üçün nələrdən istifadə edirəm? Daha doğrusu, hansı əmrlərdən istifadə edirəm? Slaydın duplikatını yaradıram. Bir, new slide əmrinin içərisində duplicate selected əmri var. Duplicate selected. Bir, buradan yaradıram. Bir də slaydın duplikatını yaradıram. Copy'nin içərisində duplicate əmri var. Yenə deyirəm, slaydın duplikatını necə yaratdım? New slide əmrinin içərisində duplicate var. Oradan yaratdım. Bir də copy'nin içərisində duplicate əmri var. Bir də buradan yaratdım. Klaviatura qarşılığını deyəndə Ctrl+D düyməsidir. Elə duplicate'in baş hərfindəndir. D. Bu düymələr əksəriyyəti Ctrl-landır. Duplicate deyəndə Ctrl+D düyməsi. Yəni sual verəcəm. Slaydın duplikatını necə yaratdım? New slide-ın içərisində duplicate əmri və copy'nin içərisində duplicate əmri. Klaviatura qarşılığı Ctrl+D düyməsidir. Deyirsiniz ki, insert lent tabında da new slide-ın içərisindən yaratmaq olar duplicate-i? Bəli. Yəni, eyni əmirdir deyə, burada da new slide-ın içərisində duplicate var. Buradan da yarada bilərəm. Sadəcə izah eləyəndə əsas fikriniz olsun nədə? Əmrlərdə və lent tablarında. Şəkilləri çalışın ki, beyninizdə screenshot eləyin. Görürsünüz ki, bir sözü neçə dəfə təkrar edirəm. Siz də diqqətli olsanız, onun hamısı beyninizə həkk oluna bilər. Sadəcə birazcıq diqqətli olmaq lazımdır. Daha sonra Home lent tabında Slides lent qrupunun içərisində New slide əmrindən başqa digər əmrlər də var. Qoyun onu slaydın üzərində izah edeyim. Burada var layout əmri. Həmişə deyirəm ki, layout əmri strukturla bağlı olan bir əmrdir. Strukturla bağlıdırsa, söhbət də gedir slayddan. Deməli, layout əmri slaydın strukturunu dəyişmək üçün nəzərdə tutulubdur. Slaydın strukturunu dəyişmək nə deməkdir? Yəni, slayd hansı başlıqlarda verilsin? Başlıq və məzmun şəklində, ancaq başlıq şəklində, boş blank şəklində. Bunların hər biri slaydın strukturu mənasına gəlir. Desək ki, layout əmri nə iş görür? Deyəcək ki, slaydın strukturunu dəyişmək üçün nəzərdə tutulan bir əmrdir. Daha sonra var reset əmri. Reset əmri sıfırlamaq deməkdir, yəni bərpa etmək deməkdir. Slaydımı əvvəlki vəziyyətinə qaytarır. Yəni, düzəliş vermədiyim formaya qaytardı hansı əmr? Reset əmri. Slaydı əvvəlki vəziyyətinə qaytaran əmr reset əmridir. Section əmri slaydı bölmələrə ayırmaq deməkdir. Bölmələrə ayırır. Deməli, layout əmri slaydımın strukturunu dəyişdi. Reset slaydımı əvvəlki vəziyyətinə qaytardı. Section əmri də slaydımı bölmələrə ayırdı. İstər new slide əmri olsun, istər layout, reset, section. Bu əmrlərin hər biri yerləşdi harda? Slides lent qrupunda. Bəs hansı lent tabında yerləşdi? Home lent tabında yerləşdi. Daha sonra font lent qrupu var.
Front lent qrupu demişəm ki, yazı ilə bağlı olan lent qrupudur. Nəyə görə yazı ilə bağlıdır elə götürürük? PowerPoint-də yazının şrifti nə qədərdir? 8-96 aralığıdır. Yəni minimum 8-dir, maksimum 96-dır. Sual versə, PowerPoint-də yazının şrifti hansı aralıqda dəyişir? 8-96 aralığında dəyişir. Susmaya görə neçədir? Susmaya görə də 11-dir. Word-də də 8-72 aralığında dəyişirdi. Excel-də də 8-72 aralığında dəyişir. Bu ağlar nə iş görürdü? Şrifti böyütmək üçün nəzərdə tutulubdur, şrifti kiçiltmək üçün nəzərdə tutulubdur. Pozan işarəsi formatı silmək üçün nəzərdə tutulubdur. Yəni verdiyim dəyişikliyi silir, formatı silir. Daha sonra var idi yazını qalın yazmaq, kursiv yazmaq, bir də altdan xətt yazmaq. Bold qalın yazır. Klaviatura qarşılığı Ctrl-B düyməsidir. Elə baş hərflərindəndir. İtalik deməkdir, yəni ki, kursiv yazır, köndələn formada. Klaviatura qarşılığı Ctrl-I düyməsidir. Bir də var U altdan xətt, yəni underline. Bu da yazının altından xətt çəkmək üçün nəzərdə tutulan bir əmrdir. Klaviatura qarşılığı Ctrl-U düyməsidir. Burada bizə dənə fərqli olan var Word-dən. S var. S nə deməkdir? Shadow. Yəni yazıya kölgə vermək üçün nəzərdə tutulubdur. Yazıya bu formada kölgə verirsə də, bu shadow əmri vasitəsilə olur. Bir dənə belə versə bu tipdə fontdu, soruşsa ki, hansı proqrama aiddir, deyəsiniz ki, PowerPoint-a aiddir. S-dən yadınızda saxlayın. Word-də bu formada S yoxdur font lent qrupunda. Daha sonra var AB üstündən xətt. O da nə deməkdir? Yazının üstündən xətt çəkir. Bu formada xətt çəkirdi. Daha sonra var belə ox işarələri. Bu ox işarəsi nə deməkdir? Kimin yadındadır? Neynirəm mən bunun vasitəsilə? Deməli, Simvollar arasında Registr idi müəllimə. Xeyr, yazılar arasındakı məsafəni artırıb azaldır. Artırır, azaldır. Sual veribdir cümlə formasında. Yazılar və yaxud da ki, hərflər arasındakı məsafəni artırıb azaldır. Cavab variantında da gətirir, bu tipdə əmrlərdən salır şəkli formasında. Biləsiniz ki, bu A, V belə oxlar. Hərflər, yazılar arasındakı məsafəni artırıb azaltdı. Bu A-lar nə iş görürdü? Registri dəyişir. Ha müəllim, shift F3. Ay sağ ol. Registri dəyişmək üçün nəzərdə tutulan əmr desə, böyük A, bir də kiçik A-dır. Registr nədir? Registrdə əmrlər var. Sentence case'dir, lower case'dir, upper'dir, capitalist içvörddür, bir də ki, toggle case'dir. Əgər cümləni olduğu formada göstərən əmr desə, sentence case'dir. Bütün hərfləri kiçiklə desə, lower case'dir. Bütün hərflər böyüklə deyəndə upper case'dir. Ancaq baş hərflər böyük hərflə yazılmaq deyəndə capitalist içvörd. Toggle case'də də ki, böyük kiçiklə, kiçiyi böyüklə yazmaq. Yəni, ilk hərfi kiçiklə verir, digərlərini böyük hərflə verir. Bu da olur nə? Toggle case. Tez-tez istifadə olunubdur registri dəyişməkdən. Əmrləri əzbər bilməliyik, bu 5 dənəni. Və yazılış formalarını da bilməliyik. Misal üçün, bu formada verir, deyir registri dəyişməkdə hansı əmrə aiddir? Sən bilməlisən ki, toggle case'də ilk hərf kiçiklə yazılır, digərləri böyüklə. Bu formada da mənə yazı versə və yaxud da cümlə versə, deməli toggle case-ə aiddir.
5 dənədir. 5 dənəni həmişə əzbər bilək. Klaviatura qarşılığı nə oldu? Shift F3 düyməsi. Yaddan çıxmasın. Daha sonra bu qələm işarəsi nə iş görürdü? Vacib məqamları markerləmək üçün nəzərdə tutulubdur. Necə ki, kitab oxuyanda hər hansı bir yeri belə markerləyirik, eynən o qaydada. Qələm işarəsini gördüksə də vacib məqamları özüm üçün markerləmək üçün nəzərdə tutulubdur. Bu A altdan belə qırmızı xətt versə, yazının şriftinə rəng verir. Yazının şriftinə rəng vermək üçün nəzərdə tutulan əmrdir. Bu əmrlər yazı ilə bağlıdır deyə məhz yadınızda saxlayın ki, font lent qrupunda yerləşir. Yenə deyirəm, font yazı ilə bağlı olan bir lent qrupudur. Daha sonra var abzasla bağlı olan lent qrupu, o da paraqraf lent qrupudur. Paraqrafın özü abzas deməkdir. Ona görə də abzasla bağlı olan lent qrupu sayılır. Buradakı əmrlərə diqqət eləyək. Nömrələnmənin Word proqramında 3 cür növü var idi. Markerlənmiş, nömrələnmiş və çox səviyyəli. Amma PowerPoint-də 2 dənə növü var. Biri markerlənmişdir, bu formada markerlərlə. Biri də var nömrələnmiş. Alt-alta rəqəmlər versə, nömrələnmiş sayılır. Belə nömrələnmiş formadadır. Bu ox işarələri nə iş görür?